Ateşgah məbədi 17-18-ci əsrlərdə formalaşmış, lakin daha qədim inancların üzərində inşa edilmiş tarixi dini kompleksdir. Ateşgah sözü fars mənşəlidir və od evi mənasını verir. Bu məkan əsrlər boyu oda sitayiş edənlərin ziyarətgahı olub. İllərdir sönməyən alov, fərqli inancların və mədəniyyətlərin kəsişdiyi məkan. Bugünkü reportajımızda Azərbaycanın nadir tarixi memarlıq abidələrindən biri olan Ateşgah məbədindən, onun sirli keçmişindən və bugün qorunan irsindən bəhs edəcəyik. Ateşgah məbədi 17-18-ci əsrlərdə formalaşmış, lakin daha qədim inancların üzərində inşa edilmiş tarixi dini kompleksdir. Ateşgah sözü fars mənşəlidir və od evi mənasını verir. Bu məkan əsrlər boyu oda sitayiş edənlərin ziyarətgahı olub. Bu kitabda bu alovların burada yanmasını vurğulayır, alovların təsvirini verir və biz əgər fikir versək, burada olan hücrələr ki, orada biz ayınları gördük, o məhz bir xətt üzərindədir. Bu baxımdan Ateşgah məbədi Azərbaycanın milli qonaqpərvərliyini, tolerantlığını və Hind inanclarında alovun müqəddəsliyini özündə birləşdirən nadir tarixi məkanlardan biridir. Kompleks 5 bucaqlı formada tikilib. Ortada əsas ibadətgah, ətrafda isə hücrələr yerləşir. Alova inanclı olan tacirlər burada belə bir alovun, təbii alovun görməsini və qədim məbədin, yeri gəlmişkən Zərduştlar tərəfindən təməli qoyulmuş ziyarətgahın qalığını gördükdə bunu yenidən bir karvansara tipli məbəd olaraq ianə edərək bunu bərpa etmişdilər. Bugün Ateşgah Dövlət Tarix Memarlıq Qoruğu kimi fəaliyyət göstərir. Məbəd xarici qonaqların da maraq dairəsindədir. Biz əslində bura tur üçün gəlmişik və bir neçə yerə baş çəkdik. Ateşgah və yanardağ bunlardan idi. Hər ikisi çox gözəl və heyrətamizdir. Böylesine bu kadar eski bir dinin hala daha korunabiliyor olması ve bugünümüze, tarihimize yaşatılıyor ve aktarılıyor olması bence çok güzel bir şey. Bu eskilere duyulan saygıyı da gösterdiğinizin bir kanıtı. Bir çox məkanları gəzdik və Azərbaycanda ən sevdiyim yerlərdən biri bu Ateşgah məbədi oldu. Burada bir çox maraqlı yerləri gördüm və tövsiyə edirəm ki, Pakistanlılar da bu yeri ziyarət etsinlər. Bu məkan bir daha sübut edir ki, Azərbaycan yalnız coğrafi deyil, həm də mədəni və fəlsəfi yolların kəsişməsində yerləşir. Jalə Gözalova, Sabir Şahvəladov, Telesəhər.